Gəlin bugünkü günümüzün bir hissəsini sizlə bölüşüm. Deməli, bacım hazırlaşıb və düşünüb ki, bugün mən turşu hazırlamalıyam. Gedib bazarda nə kələm qoyub qalsın, nə kök, nə xiyar, nə pomidor. Hamısını yığıb gətirib və bizi də bu işə cəlb edib ki, siz də mənə kömək eləməlisiniz, turşu hazırlamalıyıq. Nəysə, uzun sözün qısası, bugün bir xeyli turşu hazırlamışıq. Həm kələm turşusu, həm də xiyar. Hələ bu azmış kimi yanına biraz da feyxua kompotu hazırladıq. Gəlin biraz kələm turşusundan danışım sizə. Belə qəşəng hamısını doğradılar, içinə nələr qatdılar. Sarımsağı, kökü, çuğunduru, göyərtilərdən, nə bilim, hər şey. Görürsüz, ara yerdə qaçıb tez feyxua kompotuna da kömək eləyirəm ki, sonra deməsin ki, sən heç bir iş görmədin. Və tapşırmışdı ki, feyxuaların hamısını 15 ədəd atım bankaya. Nəysə, kompotu həll eləyib, sonra yenidən düşürəm həyətə. Gördüyünüz bu xiyar hardasa 20 kilo həcmində idi və mən bunların hamısını bir-bir tək özüm yumuşam. Burada mənə bir böyük bir afərin düşür. Heç kim kömək eləməyibdi, bunu tək eləmişəm. Görün necə par-par parıldayır. Nəysə, özüm də təriflədiyimə görə indi davam eləyək işimizə və buradan da dəfnə yarpaqlarımızı yığırıq. İş yekunlaşmaq üzrədir və qalıbdır hər bir şeyi bankalara doldurmaq. Gördüyünüz kimi onu da hazırladıq. Və işin bu hissəsində çox şükür uşaqlar bağçadan qayıtdı, mən də evə gəldim.